Xocavənddən Zaqatalaya sürpriz bir bayram ziyarətinə gedirik. Evdən çıxmağımıza az qalmış dəhşətli bir dolu yağdı. Ümid edirəm ki, heç bir cana zərər gəlməmişdir. Doludan sonra isə elə bil heç o fırtına yaşanmamış kimi sakitləşdi hava, günəş çıxdı. Bu arada anamgil gələcəyimizi bilirlər, amma bugün gələcəyimizi bilmirdilər. Bizim evdə artıq adət olub bu. Gələcəyimiz vaxtı heç vaxt dəqiq demirik. Atam da, qardaşım da belə edib həmişə. Mən də onlardan öyrənmişəm. Hər dəfə də eyni gözəl hisslər yaşanır evdə. Sürpriz. Ay gördüm ben dedim gel. Tamam. Hoş geldiniz. Ay hoş geldin. Sen de konser. Baxın, görün, bu təkərlər izləyən sizə hardan tanış gəlir. Zaqataladan hamınıza salamlar. Videonu bəyənib məni izləməyi unutmayın. Bayramınız mübarək olsun.